Blok proqramı həqiqətən də həddindən artıq biraz yüksəkdir. Və buna görə də bəzi şagirdlər birinci cəhd deyil də, əsasən ikinci cəhd üçün hazırlaşırlar blok imtahanı üçün. Mən əsasən birinci cəhdin daha çox tərəfdarıyam, nəinki ikinci cəhdin. Bu gün bu videoda ikinci cəhdə niyə hazırlaşmıram? Yəni bəlkə gələcəkdə qərarım dəyişər, ikinci cəhd üçün də çalışaram, bəlkə birinci cəhdim zəif gələr. Bu gün niyə ikinci cəhdə hazırlaşmaq mənim üçün biraz uyğun deyil. Bu haqqda danışacağam. Bəlkə sən də ikinci cəhdə hazırlaşmırsansa, müəyyən qədər fikirlərimiz üst-üstə düşər, əminəm. Kanalıma xoş gəldin. Birinci, ikinci cəhd hər zaman birinci cəhddən çətin olub və yay ərəfəsinə düşür həqiqətən. Yəni birinci cəhdə baxanda, məsəl üçün düzdür, birinci cəhdin də öz ağırlığı, öz çətinliyi var, amma ikinci cəhd qədər də deyil. İkinci cəhddə yəni nisbətən daha çətin olur və istər-istəməz birazdan məsəl üçün ödənişli olur. Düzdür, ödəniş o qədər də bir mahiyyət təşkil etməsə də ki, məncə mən bilən 40-50 manat arası bir ödəniş olmalı idi. Yəni çox da bir mahiyyət təşkil etmir açıqcası. Ancaq birinci cəhdə baxanda ikinci cəhd üçün sənə kifayət qədər bir vaxt lazımdır. Məsəl üçün ikinci cəhd çox vaxt iyulun ortası və ya axırı olur. Bu da bilirsən nə deməkdir? Bütün o yay dönəmində blok fənlərini intensiv şəkildə oxumaq deməkdir. Bəlkə də o hazırlıqlar artıq səni psixi olaraq çox yorub, fiziki olaraq çox yorub, şəhərə gedirsən, kursa gedirsən və ya evlərə, məşğələlərə gedirsən. Onsuz da il boyu buraxılış blok səni o qayadan bu qaya çırpıb və sən bu dəqiqə pərişan bir haldasan. Əgər ciddi şəkildə hazırlaşan bir şagirdsənsə, düşünürəm ki, mənim kimi sən də pərişan bir haldasan. Nə qədər dincəlsən də, nə qədər yatsan da, nə qədər istirahət etsən də, nə qədər dərs oxusan da içindən keçir. Tam o deyil. Onu mən də hiss edirəm həqiqətən də. Həqiqətən məsələn, bəziləri deyə bilər çox rahat, yükünüz rahatlaşıb, amma məncə mənə görə heç bir şey dəyişməyib. Sadəcə hər şey olduğu kimi davam edir. Yəni vaxt itkisinin düzdür, biraz qarşısını aldıq, amma blok da ora artırdı və buraxılış fənlərinin yeri doldu. Və buna görə də necə deyim, dəyişən bir şey olmadı. Sadəcə fən sayı azaldı, saat sayı artdı və məsuliyyət də bir o qədər artdı. Çünki buraxılışdan sonra bəzilərimiz bəlkə də blokdan 300 bal istəyən bir şagird idinsə, 350 istəyirsən, 360 istəyirsən, bu da gətirib buna çıxarır. Həm də nə perspektivi ilə yanaşıram. Məsəl üçün birinci cəhddən mən yığdım, tutaq ki 350 bal. 350 bal mənə bəs edirsə, ikinci cəhdə 300 yığacağımsa, mənim ikinci cəhdə verməyimin heç bir mənası yoxdur. Əgər məsəl üçün birinci cəhdin balı ilə kifayətlənəcəksənsə, birinci cəhdin balı sənə bəs edəcəksə, yəni ikinci cəhdə hazırlaşmanın bir mənası yoxdur. Sadəcə ego yarışı və ya nə bilim o hazırlaşır, bu hazırlaşır, gedim mən də hazırlaşım prinsipi ilə yanaşmaq səni çox yoracaq. Həqiqətən də yay boyu sən onsuz da dincəlməlisən, onsuz da qarşıdan universitet gəlir. Heç deyilsə o universitet dönəminə kimi hazırlıqlı olmalısan. Düzdür, universitet dönəmində də oxuya da bilərsən və ya deməyi pis çıxmasın, yeyib yata da bilərsən. O sənə qalmış bir şeydir. Ancaq universitet dönəminə kimi də özünü biraz toparlamalısan və arada da kifayət qədər az vaxt olur. 90 gün böyük kimi görsənə bilər, amma 90 gün həqiqətən çox qısa bir müddətdir. Hətta 90 gün sonra da biz təqribən imtahan verəcəyik. Yəni elə düşün. Yəni mənə görə ikinci cəhdə hazırlaşmaq biraz prinsipə qalmış bir şeydir. Məsəl üçün birinci cəhdi əgər zəif yazsam, istədiyim nəticəyi toplamasam, depressiya olsun, xəstəlik olsun, müəyyən səbəblər olsun, ailəvi səbəblər olsun və ya hər hansısa bir səbəb olsun, təcili yardım olaraq ikinci cəhdə hazırlaşırlar. Amma belə oturduğum yerdə ikinci cəhdə inan heç o qədər də həvəsim qalmayıb hazırlaşmağa. Necə deyim, dərs oxumağa belə həvəsim qalmayıb. Yəni hər nə qədər sentyabrdakı özümlə indiki özüm arasında dağ boyda fərq olduğunu hiss edirəm. O vaxtki disiplin, o vaxtki motivasiya və o vaxtki dərsə olan həvəsimin həqiqətən də %50-si ya qalar, ya qalmaz. Bunun da səbəbi biraz xroniki bir yorğunluqdan asılıdır. Məsəl üçün uzun müddət stres, uzun müddət təzyiq, uzun müddət buraxılışın təzyiqi olsun o son bir ayda, xüsusən də fevral ayını nəzərdə tuturam və paraleldə blokun da özünü davam etdirməsi hər nə qədər biraz çətin də olsa bizi yordu. Bizim də müəyyən qədər götürə biləcəyimiz yük var, bizim də müəyyən qədər götürə biləcəyimiz yükün bir xüsusi bir miqdarı var. Yəni biz də insanıq, təbii olaraq bizim də istirahətə, dincəlməyə, insan olaraq stressdən uzaq bir həyat yaşamağımıza ehtiyac var. Bu stres həqiqətən də bir çoxumuza ziyan verdi, bir çoxumuzu psixoloji olaraq çox pis zədələdi və hətta mən tanışlarım var ki, artıq psixoloq yanına gedirlər ki, çünki buraxılışdan sonra özlərini toparlaya bilmədilər. Necə deyim, imtahanı həyatının mərkəzinə qoydular və həyatın mərkəzi alt-üst oldusa, bütün həyatın alt-üst olur deməkdir. Mən onu həyatımın mərkəzinə qoymamışdım deyə çox da bir yara almadım, amma istər-istəməz il boyu olan stres, yorğunluq
disiplin məni istər-istəməz biraz yordu. Bu da təbii olaraq insan olmanın gətirdiyi mənfi xüsusiyyətlərdən biridir deyə düşünürəm. Yəni bəlkə gələcəkdə qərarım dəyişər, bəlkə fikrim dəyişər, bəlkə yönüm dəyişər. Gedib ikinci cəhd imtahanına hazırlaşaram. Amma hələ ki onun kimi bir düşüncədə deyiləm. Birinci imtahanı verib kifayətlənəcəm. İndi insanıq, hər birimiz müəyyən müddətlərdə müəyyən qərarlar verə bilirik. Mənim də bu dönəmdə verdiyim qərar bu idi. Bəlkə sən də mənimlə eyni fikirdəsən, bəlkə mənimlə eyni fikirdə deyilsən. Yenə də sənin fikirlərin də mənə maraqlıdır. Şərhlər qismində bizimlə paylaşa bilərsən. Açıqlamaya WhatsApp kanalımı da qoydum. Topluluğumuz səni gözləyir. Topluluğumuza qatılaraq günlük motivasiya cümlələri ala bilər, sorğu anketlərində iştirak edə bilər və sorğularda iştirak edərək inkişafına inkişaf qata bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.